Salam əziz şagirdlər. 7-ci sinif ingilis dili dərsliyindən növbəti səhifələrin izahı ilə tanış olaq. Səhifə 7-nin izahına keçək. Vocabulary and listening, lüğət və dinləmə, personal possessions, şəxsi əşyalar. Şəkildəki əşyalarla tanış olaq. Birinci, tablet, headphones, qulaqlıq. Üçüncü, money, pul. 4. Bus pass, avtobus bileti, kartı. 5. Portable charger, portatif şarj cihazı, power bank. Keys, açarlar. Phone, telefon. 8. Passport, pasport. Kamera, fotoaparat. 10. Laptop, notebook. Tapşırıq 1. Match the words with the photos. Listen, check and repeat. Sözləri şəkillərlə uyğunlaşdır. Dinlə, yoxla və təkrarla. Birinci şəkil tablet. İkinci şəkil headphones. Üçüncü şəkil money. 4. Bus pass. 5. Portable charger. 6. şəkil case. 7. şəkil phone. 8. Passport. 9. Kamera. 10. Laptop. Tapşırıq 2. Complete the sentences with words from exercise 1. Cümlələri tapşırıq 1-dəki sözlərlə tamamla. 1. Where are my keys? Açarlarım haradadır? I can't open the door. Qapını aça bilmirəm. 2. Martin is always late. Can I borrow your phone to text him? Martin həmişə gecikir. Ona mesaj yazmaq üçün telefonunu borc ala bilərəm, telefonu götürə bilərəm. 3. You can't go to France without your passport. Pasportun olmadan Fransaya gedə bilməzsən. 4. I want to take good photos. I need a nice camera. Yaxşı şəkillər çəkmək istəyirəm. Mənə yaxşı fotoaparat lazım. 5. That music is very loud. Use for headphones. O musiqi çox ucadır. Qulaqlığından istifadə et. Deməli, birincidə case, ikincidə phone, 3. Passport, 4. Kamera, 5. Headphones. Tapşırıq 3 və 4. Learn to learn. Öyrənməyi öyrən. Making vocabulary cards. Lüğət kartlarını hazırlanması. Make vocabulary cards to help you learn new words. Draw a picture on one side and write the word on the other. Yeni sözləri öyrənməyə kömək etmək üçün lüğət kartları düzəlt. Bir tərəfdə şəkil çək, digər tərəfdə sözü yaz. Make your own vocabulary cards for the words in exercise 1. Tapşırıq 1-dəki sözlər üçün öz lüğət kartlarını düzəlt. 4. Test a partner. Show you cards. Can your partner say the words in English? Yoldaşını yoxla. Kartlarını göstər. Burada show you cards kartlarını göstər deməkdir. Yoldaşın sözləri ingiliscə deyə bilərmi? Yoldaşın sözləri ingiliscə deyə bilirmi? Biz burada deməli həmin bu sözlərin mən burada qeyd edirəm, tərcüməsini də yazacağam. Yuxarıda həmin bu sözləri ingilis dilində oxunuşun və tərcüməsini sizə kart formasında hazırlayıb kanalımda yerləşdirirəm. Siz Tapşırıq 5. Use it. İstifadə et. Describe a positions from exercise 1 for your partner quiz. Think about when and where you use it. What you use it for. Tapşırıq 1-dən bir əşyanı yoldaşının təxmin etməsi üçün təsvir et. Bununla düşün. Ondan nə vaxt və harada istifadə edirsən,
Ondan nə üçün istifadə edirsən? Məsələn, mən belə bir nümunə hazırlayıram. I use it every day. Mən onu hər gün istifadə edirəm. I always keep it in my bag. Mən onu həmişə çantamda daşıyıram. I use it to get to school. Məktəbə getmək üçün istifadə edirəm. Is it your bus pass? Bu sənin avtobus biletindir. Yəni bir A conversation, bir söhbət. Tapşırıq 6. Listen to the conversation. Choose the club Alex wants to go to. Söhbətə qulaq as. Alex'in getmək istədiyi klubu seç. A. The Coding Club, kodlaşdırma klubu. B. The Photography Club, fotoğrafiya klubu. Tapşırıq 7. Listen again and choose the correct answers. Yenidən dinlə və düzgün cavabları seç. 1. Emma goes to the club. Coding, photography. Cavab burada fotoğrafidir. Yəni Emma fotoğrafiya klubuna gedir. 2. Alex taking photos, likes, doesn't like. Alex şəkil çəkməyə xoşlayır, yoxsa yox? 3. Alex has a tablet. Mr. Adams is a good teacher. Knows Bill Gates. Mr. Adams is a good teacher. Cənab Adams yaxşı müəllimdir. 5. In her free time, Libby writes a blog computer programs. Do you go to any school clubs? Which ones? Sən hər hansı məktəb klubuna gedirsən? Hansı birinə? What school club would you like to go? Hansı məktəb klubuna getmək istərdin? Nümunə cavab belə yaza bilərik. Yes, I go to the English club. I would like to go to the photography club. Mən ingilis dili klubuna gedirəm. Fotoğrafiya klubuna getmək istərdim. Belə tipli cavablar yaza bilərik. Səhifə 8. Grammar in action, qrammatika. Love, like, don't mind, hate, üstə gələk ing, sevmək, xoşlamaq, etiraz etməmək, nifrət etmək kimi feillər, bunlar mürəkkəb tamamlıqlardır. Özündən sonra feili ing şəkilçisi qəbul edir. Bu 4 feildən sonra gələn feil həmişə ing şəkilçisi qəbul edir. Məsələn, I love helping, insanlara kömək etməyi çox sevirəm. Tapşırıq 1. Complete the words in the chart above. Yuxarıdakı cədvəldə sözləri tamamla. I love helping people. İnsanlara kömək etməyi çox sevirəm. Emma like using the new cameras. Emma yeni kameralardan istifadə etməyi xoşlayır. Alex and Libby like writing computer programs. Alex və Libby kompüter proqramları yazmağı xoşlayır. Tapşırıq 2. Write the sentences with the correct form of the verbs in parentheses. Mötərizədəki feillərin düzgün forması ilə cümlələri yaz. Burada parentheses mötərizə deməkdir. Emma likes meeting new people. Emma yeni insanlarla tanış olmağı xoşlayır. Meeting. Alex doesn't like taking photos. Alex şəkil çəkməyi xoşlamır. Taken. 3. Libby doesn't mind helping Alex. Libby Alex'e kömək etməyin əleyhinə deyil. Kömək etmək onun vecinə deyil. Yəni bu mənada deyil. 4. Mr. Adams loves telling stories. Cənab Adams hekayə danışmağı çox sevir. Burada telling. Tapşırıq 3. Complete the blog post with the correct form of the verb in the box. Qutudakı feillərin düzgün forması ilə blok yazır. Love, like, not mind, not like, hate, go, get up, help, listen, speak. Jake likes listen to music. Mick Lowry is his favorite band. He hates getting up early. He loves speaking English, even in your French class. I hate doing my math homework, but Jake likes helping me. Deməli, birinci cümləni Jake like listening to music. Jake musiqiyə qulaq asmağı xoşlayır. Mick Lowry
Is his favorite band. Onun sevimli grubu Mick Lowry'dir. İkinciye keçək. He hates getting up early. O tez durmağa nifrət edir. Yəni o səhər tezdən durmağa nifrət edir. Burada getting up oyanmaq, durmaq deməkdir. He loves speaking English even in our French class. O hətta fransız dili dərsində belə ingiliscə danışmağı çox sevir. I don't like doing my math homework. But Jake doesn't mind helping me. Mən riyaziyyat dərsini etməyi xoşlamıram. Lakin Jake mənə kömək etməyi etiraz etmir. Dördüncü tapşırığın izahına baxaq. Use it. Think of 5 sentences using love, like, don't mind, and hate. Does your partner agree with you? Göstərilən sözlərdən istifadə edərək 5 cümlə yazın. Partnyorun səninlə razıdırmı? I don't mind cleaning the kitchen. Mətbəxi təmizləməyə etirazım yoxdur. I hate doing it. Bunu etməyə nifrət edirəm. Mən burada cümlələri qeyd edirəm. I like playing football with my friends. Dostlarımla futbol oynamağı xoşlayıram. Aşağıdakı cümlələrlə öz fikrimizi tamamlaya bilərik. I love listening to music. Musiqiyə qulaq asmağı çox sevirəm. I like playing football with my friends. Dostlarımla futbol oynamağı xoşlayıram. I don't like doing homework. Ev tapşırığını etməyi xoşlamıram. I hate speaking in front of the class. Sinif qarşısında danışmağa nifrət edirəm. We have 2 new cameras. Bizim 2 yeni kameramız var. I don't have a map on school. Məndə məktəbin xəritəsi yoxdur. Do you have your own laptop? Sənin öz şəxsi laptopun var? Yes, I do. Bəli. No, I don't. Xeyr. She has a new camera. Onun yeni kamerası var. Alex doesn't have a map of the school. Alex'in məktəbin yoluna gedən xəritəsi yoxdur. Does he have his own laptop? Onun şəxsi laptopu var. Yes, he does. No, he doesn't. Buradan görünür ki, əziz şagirdlər, to have vardır deməkdir və have sual verdikdə biz I-da, we-də, you-da, they-də, do-dan, üçüncü şəxsdə she, he, it və yaxud da adam adlarında does-dan istifadə edirik. Həmçinin I have, you have, he, she, it has, we have, you have, they have kimi işlənir. Tapşırıq 6. Complete the sentences with the correct form of to have. Cümlələri to have fiilinin düzgün forması ilə tamamla. 1. Alex doesn't have his own laptop. Alex'in öz notebooku yoxdur. 2. Alex has a tablet. Alex'in planşeti var. 3. They have a lot of laptops at the club. Klubda çoxlu notebook var. 4. Libby has her own computer. Libby'nin öz kompüteri var, şəxsi kompüteri var. 5. She doesn't have much free time. Onun çox boş vaxtı yoxdur. Tapşırıq 7. Complete the text with the correct form of to have. Then listen and check. Mətni to have fiilinin düzgün forması ilə tamamla, sonra dinlə və yoxla. We have a new student in our class. Sinifimizdə yeni şagird var. Her name's Paula. Onun adı Paula'dır. What do we have in common? Bizim ortak neyimiz var? A lot. Çok şey. She has brown hair and blue eyes just like me. Onun qəhvəyi saçları və mavi gözləri var. Eynilə mənim kimi. Just like eynilə deməkdir. Does she have any brothers and sisters? Onun qardaşı və bacıları var. Yes, she does. Bəli, she has 2 little sisters just like me.
Onun 2 balaca bacısı var. Eynilə mənim kimi. She doesn't have any brothers. Onun qardaşı yoxdur. We have the same phones and the headphones. Bizim eyni telefonumuz və qulaqlıqlarımız var. We don't have school today because it is a holiday. Bugün bayram olduğu üçün məktəbimiz yoxdur. I would like to call Paula, but I don't have her phone number. It's annoying. Paula zəng etmək istərdim, amma onun telefon nömrəsi məndə yoxdur. Bu əsəbləşdiricidir. Tapşırıq 8. Ask and answer questions using to have. To have-dən istifadə edərək suallar ver və cavablandır. Do you have any brothers or sisters? Sənin qardaşın və ya bacıların var? Yes, I have one sister. Bəli, bir bacım var. Və yaxud başqa suallar da tərtib edə bilərik. Səhifə 9-un izahı. Writing, yazı. A personal profile. Şəxsi profil. Tapşırıq 1. Look at the photo. What does Ernesto like doing? Read his profile and check. Şəklə bax. Ernesto nə etməyə xoşlayır? Onun profilini oxu və yoxla. Fotoda Ernesto halqalarda gimnastik edir. Deməli, gimnastikanı xoşlayır. Biz öncə mətni oxuyaq, tərcümə edək. Hi, my name's Ernesto Mendes and I am 14 years old. Salam, mənim adım Ernesto Mendesdir və 14 yaşım var. I am from Vancouver in Canada. I live with my mom and dad, my grandma and my cat. Mən Kanadanın Vancouver şəhərindənəm. Anam, atam, nənəm və pişiyimlə yaşayıram. My cat's name is Tiger. My best friends are Joel and Robbie. Pişiyimin adı Tiger'dır, Tigger'dır. Ən yaxşı dostlarım Joel and Robbie'dir. Pişiyinin adı Pələngdir. Tiger sözü pələng deməkdir. İkinci, my favorite free time activity is gymnastics. I train every day. Mənim sevimli boş vaxt fəaliyyətim gimnastikadır. Hər gün məşq edirəm. Training starts at 6 a.m. Məşq səhər saat 6-da başlayır. It's tough because I hate getting up early, but I love practice. Bu çətindir çünki tez durmağa nifrət edirəm, amma məşq etməyi çox sevirəm. Üçüncü, I also like going for bike rides on my own. Mən həm də tək başına velosiped sürməyi də xoşlayıram. I have a new bike and I usually go for a bike ride after school. Mənim yeni velosipedim var və mən adətən məktəbdən sonra velosiped sürməyə gedirəm. I don't have much free time, but I always hang out with my friends on the weekend. Çox boş vaxtım yoxdur, amma həmişə həftə sonu dostlarımla vaxt keçirirəm. We often go to Joel's place because he has a swimming pool. Tez-tez Joelgilə gedirik, çünki onun üzgüçülük havuzu var. Tapşırıq 2. Read the profile again. Answer the questions. Profili yenidən oxu, suallara cavab ver. 1. Where is Ernesto from? He is from Vancouver in Canada. Ernesto haradandır? Kanadanın Vancouver şəhərindən. 2. Why does Ernesto get up early? Because he does gymnastics every day. Training starts at 6 a.m. Niyə Ernesto tez durur? Çünki hər gün gimnastika məşq edir. Məşq saat 6-da başlayır. 3. What does he like doing on his own? He likes going for bike rides on his own. Tək başına nə etməyə xoşlayır? Tək başına velosiped sürməyə xoşlayır.
Dördüncü. What does he do on the weekend? He always hang out with his friends. On the weekend, they often go to Joel's place because he has a swimming pool. Həftə sonu nə edir? Həmişə dostları ilə vaxt keçirir. Tez-tez Joel'gilə gedir çünki onun hovuzu var. Üçüncü. Look at the useful language box. Useful language kutusuna bak. Find and underline examples of apostrophes and the commas in the profile. Match them with the correct use and write them in the box. Useful language kutusuna bak. Apostrof ve virgül numunelerini tap. Altından xətt çək. Useful language. Faydalı dil demektir. We use apostrophe of constructions, short forms, names, name, is. Apostrofu kısaltmalar üçün işlədirik. Məsəl üçün, name is'i names kimi adımdır. Profildə my names, I'm, it's, cats, don't. To show positions. My cat's name. Mənim pişiyimin adı. Yerlik bildirmək üçün pişiyimin adı nəzərdə tutulur. Yəni, burada ad pişiyə məxsusdur. Profildə my cat's name, Joel's place, Joel'un yeri. We use commas to indicate a pause. My mom and dad, my grandma and my cat. Virgülü fasilə bildirmək üçün işlədirik. Profildə my mom and dad, mənim anam və mən, burada fasilə veririk. My grandma, mənim nənəm, yenə fasilə veririk. And my cat və mənim pişim. Tapşırıq 4. Rewrite the sentences with commas and apostrophes in the correct place. Cümlələri virgül və apostrofların düzgün yerə qoyaraq yenidən yazırıq. Biz Cənubi Afrikadanıq. İkinci. What's your history teacher's name? Sənin tarix müəlliminin adı nədir? Burada yəli kaldır. Tarix müəlliminin adı. Üçüncü. That isn't my tablet. Burada is'in kısaldılmış formasıdır. That isn't apostrof T my tablet. O mənim tabletim deyil. Planşetim deyil. Dördüncü. I have a cat, virgül, 3 horses and a parrot. Mənim bir pişiyim, virgül, 3 atım və bir tutquşum var. My sister friends very noisy. Mənim bacımın dostu çox səsküylüdür. Tapşırıq 5, 6, 7 plan. Plan, write yazı, check yoxla. 5. Plan your personal profile. Take notes for each paragraph. Öz şəxsi profilini planla, qeydlər götür. 1. You, your family and friends. Sən, ailən və dostların. 2. Your favorite free time activities. What it is. Where and how often you do it. Sevimli boş fəaliyyət növlərindir. Hansıdır, nə qədər tez-tez edirsən, bunu sual verir. 3. As a free time activities, digər boş fəaliyyət növləri, boş vaxt fəaliyyətləri. What do you like doing on your own or with friends? When and where you do the activities. Deməli, sən hansı fəaliyyətindən məşğul olursan, yəni dostların və yaxud dostların hansı fəaliyyətindən məşğul olur, harada və nə zaman. Burada mən yazıram, siz də belə tərtib edə bilərsiniz. Özünüz istədiyiniz kimi adınızı dəyişdirərək fəaliyyət növlərinizin hansı fəaliyyətlə məşğul olursunuz, onun adını qeyd edərək yaza bilərsiniz. 6. Write your profile. Write yazı. 6. Write your profile. Remember to include 3 paragraphs the information in exercise 5. Exercise. Write yazı. 6. Write your profile. Remember to include 3 paragraphs the information in exercise 5. The simple present
adverbs of frequency, love and ing and to have. Profilini yaz. 3 paragraf. İndiki sadə zaman love, hate üstəgəli ing və to have istifadə edərək. Burada nümunə bir profil yazıram. Özünüz burada adınızı, yaşınızı qeyd edərək düzəldə bilərsiniz. My name's, hi, my name's and I am 14 years old. I am from Azerbaijan. I live with my mom, my dad and my brother. My best friends are, dostlarınızın adını burada qeyd edin. My favorite free time activity is playing football. I play with my friends every day after school at the park. I love playing football, but I hate getting up early to train. I also like listening to music on my own. I have new headphones and I always listen to music in my room. I don't have much free time, but I always hang out with my family on the weekend. Bu kimi sizdə yazar. Check, yoxla. Do you describe you, your family and friends? Özünü, ailəni və dostlarını təsvir etdinmi? Do you describe your favorite free time activities? Sevimli boş vaxt fəaliyyətini təsvir etdinmi? İkinci bunu soruşur. Describe other thing you like doing. Digər xoşladığın şeyləri təsvir etdinmi? Do you use apostrophes and commas correctly? Apostrof və virgülləri düzgün işlətdinmi? Bunu soruşur. Yəni siz bu tərtib etdiyiniz planda həmin bu qeyd edilənlərin hər birini yoxlamalısınız. 7-ci sinif İngilis dili dərsliyi bölmə 1-in izahında görüşmək ümidilə. Bye bye. Kanalıma like atıb abunə olmağı, paylaşmağı unutmayın.